Həyat bir çoxları üçün sadəcə bir ömür yoludur. Lakin elə insanlar var ki, onların ömrü tarix yazır. Professor Vaqif Şadlinski də həmin insanlardandır. Tibb elminin zirvəsində dayanan, lakin qəlbində Qərbi Azərbaycanın həsrətini daşıyan böyük alim, böyük insan. Vaqif Bilasoğlu Şadlinski 24 yanvar 1940-cı ildə Qərbi Azərbaycanda Vedidanıdan olub. O, məşhur Şadlinskilər nəslinin görkəmli nümayəndəsidir. Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirib, ictimai fəaliyyəti elmə və təhsilə olan hədsiz sevgi ilə üzvi surətdə birləşdirən Vaqif Şadlinski 1970-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası kafedrasında çalışmağa başlayıb, vətənə və xalqa nümunəvi xidməti ilə bu tədris ocağında professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlib. O, 1988-1991-ci illərdə 1-ci Müalicə Profilaktika fakültəsinin dekan müavini
müavini, 1992-94-cü illərdə Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994-95-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi İşlər üzrə prorektoru, 1996-2001-ci illərdə Tədris İşləri üzrə prorektoru vəzifələrində uğurla çalışıb. Vaqif Şadlınski Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının üzvü, eləcə də yaradıcısı olduğu Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti İctimai Birliyinin 2021-ci ildən Nəsimi rayon Ağsaqqallar Şurasının sədridir. 1999-cu ildə UNESCO nəzdində fəaliyyət göstərən Kadrlar Akademiyasının anatomiya professoru, 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının akademiki, 2009-cu ildə isə Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, 2014-cü ildə Rusiya Elmlər Akademiyasının üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Vaqif Şadlınski 2000-ci ildə əməkdar həkim, 2010-cu ildə əməkdar elm xadimi fəxri adlarına, 2020-ci ildə şöhrət ordeninə, 2022-ci ildə Prezidentin fərdi təqaüdünə, 2023-cü ildə Heydər Əliyevin 100 illiyi yubileyi medalına, 2024-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. Vaqif Şadlınski 2009-cu ildə Avropa Təbiət Elmlər Akademiyasının rəyasət heyəti tərəfindən Albert Schweitzer adına gümüş medalı, Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının qızıl medalı, 2010-cu ildə Avropa Elmi Cəmiyyətlərinin rəyasət heyəti tərəfindən elm sahəsinə əvəzsiz töhfəsinə görə Hannover şəhərində Avropanın fəxri alimi diplomu və Robert Koch adına medalı, 2020-ci ildə Azərbaycan Həmkarlar İttifaqı İcraiyyə Komitəsi tərəfindən Həmkarlar İttifaqında xidmətlərinə görə medalı, Dədə Qorqud Milli Fondu tərəfindən Vətən övladı ordeni ilə təltif edilib. Qərbi Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədrinin müavini, əməkdar elm xadimi Vaqif Şadlınski Rusiyanın elmi təşkilatları ilə məhsuldar əməkdaşlığa və morfoloji sahəsində tibb elminin inkişafına əhəmiyyətli töhfə verməsinə, eləcə də yubileyi ilə bağlı Rusiya Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb. Onun həyat hekayəsi Qərbi Azərbaycanın ab-havasından, o torpağın tarixə qarışmış hər qarışından başlayır. Doğma yurdu Qərbi Azərbaycan onun üçün yalnız bir coğrafi məkan deyil, həyatının mənası, qəlbinin sızlayan yarasıdır. Ben çox yerdə bunu demişəm, çox adam deyir ki, eşitmiş, eşitmək məsələsi deyil, gələk yaşayasan onu. 8 yaşında bir uşaq, taxta vaqon, vaqonun bir başında başqa ailə, bir başında başqa ailə. Bəzi vaqonlarda 4-5 vaqon idi. Bəzi vaqonlarda heyvan da gətirirdilər. Və İrəvanın yaxınlığında Dəvəli stansiyası var idi. O Dəvəli stansiyasından stansiya Şəmxor, indiki Şəmkirin stansiyasına 165 kilometr dəmir yolundan yoldur. İyul ayının istisində taxta vaqonda o 165 kilometr 11 günə gəlmiş. Lakin Vaqif Şadlınskinin böyüklüyü yalnız elmi uğurlarında deyil, o həm də mənəviyyat və vətənpərvərlik rəmzidir. O, Abbasqulu Şadlınskinin Azərbaycan xalqının tarixində qəhrəmanlıq dastanları ilə xatırlanan bir igidin nəslinin ən layiqli davamçılarındandır. Abbasqulu Şadlınskinin cəsarəti və ədalət hissi Vaqif müəllimin mənəviyyatında öz əksini tapıb desək, yanılmarıq. Abbasqulu bəy atamgildən əmi oğludular. Xanbaba bəyin oğludur. Atam Heydər bəyin oğludur. Abbasqulu bəy qoçaq idi. O ştangist döyürdü, güləşçi döyürdü, boksör döyürdü. Yaxşı qabiliyyəti vardı, yaxşı inadkar sözü vardı və yaxşı ailədən idi o. Boş yerə ona demirlər ki, kimin oğludur. Boş yerə demirlər ki, bunun babası kim olub, bunun əmsi kim olub. Bir də tayfanın içərisində idi. Abbasqulu bəy birinci çox savadlı bir insan olub. Uşaq vaxtında orta məktəbi, yəni bu Rus Tatar məktəbini qoruyub. Onu atası Xanbaba bəy tez rəhmətə gedib, varlı adam olublar əslində. Çox qoçaq imiş, bu dəstəni yaradır. Bu hadisələrdə görür qırğınlar gedir. Burada Bakıda qırırlar, orada qırırlar. Və bir mübariz dəstə kimi bir komanda yaradır və verdi də hökumət yaradır. Ayrıca bir hökumət yaradılar. O hökumətə başçılıq edir Nəsrullah bəy Şadlınski. Onların içərisində Rus dilində ən savadlısı olanlardır.
Amma Abbasqulu bəy dəstəni yaradanda əməli polis rəisi yaradır, detdom yaradır. Toşbaşevgilin atası onun detdomunda böyüyür. Doğma Qərbi Azərbaycan həsrətinin böyük alimin bütün varlığını bürüdüyünü görmək, hiss etmək çətin deyil. Bu həsrət onun sətirlərində, çıxışlarında, hətta susqun anlarında belə duyulur. Bugün də Qərbi Azərbaycandan danışanda artıq yaşının ən müdrik çağında olan el ağsaqqalının səsi titrəyir. Vətən niskili onu hər keçən gün daha da kövrək edir. Lakin yaşadığı həsrətə, keçdiyi keşməkeşli yollara baxmayaraq, bugün də inanır ki, tezliklə Qərbi Azərbaycandakı evlərimizin işığı yenidən yanacaq və həmin torpaqlardan bir gün ayaqyalın qovulmuş Azərbaycanlıların haqqı mütləq bərpa olunacaq. Allah Taala bəzən dövlətləri sevir, hansısa bu dövlətə mühüm bir rəğbət bəsləyir. Bəzən insanlar da o cür sevir. Amma bizə ikisini göndərdi. Birini ata, birini bala. Düzəltdi, qaldırdı, ateşkəs elədi və həmişə də deyirdi ki, mən əminəm ki, qayıdacaq. Qurbanlar qalmayacaq. Çünki o müdrik insan idi. Müraciətlərimiz olub. Ümum Dünya təşkilatlarına, BMT-yə, təhlükəsizlik şöbəsinə. Uğurumuz onda olub ki, bu təhlükəsizlik şöbəsi, BMT Dünya Cəmiyyəti qəbul eləyiblər ki, bu qaçqınlıqda biz varıq. Cənab Prezident elədi. Mən iştirak elədim o gələn məclisdə, görüşümdə oldu onunla. Bəxtiyar Vahabzadənin şeirini mən dalısını bilmirəm. Deyir, axı dünya fırlanır. Elədir. Bu dünya fırlanırsa, 30 ildə fırlandı, Qarabağda dayandı. Heydər Əliyev ölüm günündə deyirdi ki, mən əminəm, biz o istisiyada qayıdacaq, o birisinə də qayıdacaq, bu birisinə də qayıdacaq. Bu faktdır. Hə? Bundan böyük fakt ola bilər. Professor Vaqif Şadlıyski 85 illik yubileyini qeyd edir. Lakin bu yubiley təkcə onun elmi uğurlarının deyil, həm də həyat yolunun, vətəninə və xalqına xidmətinin təntənəsidir. Ömrünün çox hissəsini inkişafına, intibahına həsr etdiyi Azərbaycan Tibb Universitetində tibb elmləri doktoru, kafedra müdürü, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki Professor Vaqif Şadlıyskinin 85 illik yubileyinə həsr olunmuş elmi praktik konfrans keçirildi. Təhsil ocağının aqsalında baş tutan tədbir Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəyli vaxtilə tələbəsi olduğu Vaqif Şadlıyski ilə bağlı xatirələrini bölüşdü. İnsan anatomiyası və tibbi terminologiya kafedrasının fəaliyyətinin arxada qalan 55 ilinin bilavasitə Vaqif Şadlıyskinin rəhbərliyi altında inkişaf edib məşhurlaşdığını bildirdi. O qeyd etdi ki, xoş təsadüflə kafedranın 105 illik yubileyi Azərbaycanın görkəmli alimi, qayğıkeş pedaqoqu, mahir elm və təhsil qurucusu akademik Vaqif Bilasoğlu Şadlıyskinin anadan olmasının 85 illik yubileyi ilə üst-üstə düşür. Daha sonra görkəmli alimin ömür yolunu əks etdirən Son Məqsəd Həqiqətdir adlı film nümayiş olundu. Filmdən sonra söz qonaqlara verildi. Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Doçent Anar Abdullayev yubilyarın keçdiyi elmi, pedaqoji və ictimai fəaliyyəti barədə məruzə etdi. O, əmək fəaliyyətinə stomatologiya kafedrasında baş laborant kimi başlayan və sonralar indi rəhbərlik etdiyi kafedraya keçən Professor Vaqif Şadlıyskinin 32-dən artıq dərslik, 45-dən çox metodiki və dərs vəsaitinin müəllifi olduğunu, onun rəhbərliyi altında 9 elmlər doktoru, tibb üzrə 29 fəlsəfə doktoru hazırlandığını qeyd etdi. Bildirdi ki, əməkdar elm xadimi olan Vaqif Şadlıyskinin rəhbərlik etdiyi İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrası universitetdə ən çox elmlər doktoru olan kafedralardan biridir. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Korporasiya Universitetinin rektoru Eldar Quliyev, Azərbaycan Respublikası Milli Məclisində Səhiyyə Komitəsinin və Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Professor Əhliman
Rəhman Əmiraslanov, millət vəkili Asif Əskərov, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov və başqaları çıxış edərək yubilyarı təbrik edib, onun elmə, tibbə, konkret olaraq anatomiyaya bağlı olan həyat yolundan epizodlar danışıb və 50 ildən artıq elmi fəaliyyətini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, professorun indiyənədək 600-ə yaxın elmi məqaləsi dərc olunub, müxtəlif Avropa ölkələrinin orden və medallarına layiq görülüb. Bu elm təhsil tarixinə düşmüş bir adamdır, təhsil tarixinə düşmüş. Çoxlu dövlət tərəfindən mükafatları var. Hətta mən yadımda ki, dəfələrlə söhbət olub, Rus Elmlər Akademiyasının üzvü kimi ikimizin arasında da bu istiqamətdə söhbətlər olub. Bugün məndə məlumat oldu ki, Rus Elmlər Akademiyası da onun prezidenti onu təbrik eləyibdir. Deməli, təkcə Azərbaycan müstəvisində yox, aslında beynəlxalq müstəvidə tanınmış bir alim kimi də bu qəbul olunur. Belə yubileylər bayram hesab edilir. Elm adamının yubileyi cəmiyyət üçün, ictimaiyyət üçün böyük bayramdır. Bu bayram münasibətlə mən Vaqif müəllimi təbrik edirəm, ona yeni uğurlar arzu edirəm. Bizim universitetin anatomiya kafedrası adi bir kafedra değildir. Bu kafedra, mən deyərdim ki, bir instituttur. Orada uzun iller faaliyet gösteren Vaqif Şadlinski tədrisin və mən deyərdim təlim-tərbiyə işinin yüksək səviyyədə aparılmasında böyük zəhməti var. Böyük kadr potensialı yaradıb. Mən ilk növbədə Vaqif müəllimin yubiley münasibəti ilə təbrik edirəm. Hesab edirəm, bu gün də akademik məsləhətçi kimi fəaliyyət göstərir. Bizim rayonumuzun, Nəsim rayonunun Ağsaqqallar Şurasının sədridir. Bu gün də Vaqif müəllim, mən deyərdim ki, böyük həvəslə, böyük sevgi ilə öz tələbələrinin üzərində, həm də öz kollektiv üzərində gözəl məsləhətlərini verir. Tədbirdə çıxış edən professor Vaqif Şadlinski onu təbrik etməyə gələn tələbə yoldaşlarına, dostlarına, tələbələrinə və Qərbi Azərbaycandan olan ellilərinə təşəkkür etdi. Hörmətli həmkarlar, dostlar, müəllimlərim, rəhbərçilər, el oğullarım. Çünki bugün burada mənim anadan olduğum torpaqdan çox insanlar iştirak edir. Həkim olmayanlar iştirak edir. Onların hamısını salamlayıram. Hamınıza minnətdarımı bildirirəm. Sahib gəldiyiniz üçün, vaxtınızı sərf elədiyiniz üçün tələbələrimizə, müəllimlərimizə. Amma mən bir daha öz minnətdarımı Səhiyyə Nazirinə, Universitetin rektoruna, Səhiyyə Komitəsinə, Ağsaqqallar Şurasına, Tibb Universitetinin bütün işçilərinə minnətdarımı bildirirəm ki, bu işin təşkilatında ulu öndərimizin qoyduğu ənənə və onun davamçısı, milli qəhrəman deyərdim, qəhrəmanımız, torpaqlarımızı hər vicdanla, namusla, qeyrətlə azad edib, namusumuzu qaytardığı Cənab Prezidentimiz İlham Əliyevə minnətdarımı bildirirəm. Vaqif Şadlinskinin həyatı bizə bir də onu göstərir ki, vətən sevgisi ilə yoğrulmuş bir ömür heç vaxt unudulmur. Onun hər uğuru, hər təltifi xalqı üçün çaldığı zəfər marşı kimi səslənir. Bu zəngin irsi yaşatmaq, təbliğ etmək isə bizim vəzifəmizdir. Dünyaya gəldiyi gündən həyat insan üçün sınaq meydanıdır. Ancaq yaranışın əbədi, pozulmaz bir qanunu da var. Kimini elə yük olmağa, kimini el dərdi çəkməyə xəlq eləyir. Ağır günün qabağında sipər olmaq, özünü vətənin və xalqın qayğılarına könüllü fəda eləmək hər kəsin hünəri deyil. Bu, nəsildən, kökdən gələn, ilahi bir qismətə, taleyə bağlanan alın yazısıdır. Soy kökü tarixin çox dərin qatlarına gedib çıxan Şadlinskilərin payına da belə bir yazı düşüb. Əsrin əvvəllərində Qərbi Azərbaycanda erməni azğınlığı tüğyan eləyəndə Dedibasarda xalqa ağsaqqallıq eləyib Azərbaycanın haqq, ədalət mübarizəsi tarixinə şanlı səhifələr yazanlar da bu nəslin nümayəndələri idi. Bugün tarixən xalqımızın bizə əmanət etdiyi bütün dəyərləri özündə yaşadan,
Soyadından gələn böyük məsuliyyət yükünü şərəflə daşıyan belə soydaşlarımızdan biri də dünya şöhrətli alim, görkəmli ziyalı və ictimai xadim, hər şeydən əvvəl ləyaqətli insan və əsl vətəndaş olan Vaqif Bilasoğlu Şadlinskidir. Vedi basar yeri yıftırım, Bigallı da badan deyim, dəstəsində şir olurlar. o elden o badan deyim, Məhərrəmlə İbrahimlə, Halil'le badan deyim, Amrani kümanını, yarın Abbas'ın bey, yarımsın Abbas'ın bey, Amrani'nin bağrını, yarımsın Abbas'ın bey, yarımsın Abbas'ın bey. Bizim familiya Şadlinski familyasıdır və tayfamız Şəddadilər nəslinin nümayəndəsi İbn Şəddadın nəvəsi və yaxud da nəticəsi onu dəqiqləşdirə bilməmişik. Binnətəli Sultan bizim ulu babamız olub. Binnətəli Sultanın Aslan Sultan və Fəthi xan adlı iki övladı olub. Çünki o vaxt Şəddadilər dövlətindən sonra sultanlıq idi. Sonlara isə Fars hökuməti, yəni İran hökuməti əsarəti əlinə aldıqdan sonra xan ləqəbi verirdilər, rütbəsi verirdilər, nətər adlandıraq onu. Ona görə də Fəthi xan ikinci oğlunun adı olubdur. Böyük oğlu Aslan Sultan təxminən 1700-cü illərə təsadüf edir onun anadan doğulması. Mən bunu ona görə deyirəm ki, 1808-ci ildə Vedi çuxurunda, Vedi çayının ətrafında Aslan Sultan Şadlinskinin, o vaxt Şadlının Rus canişini, yəni Qafqaz canişini, imperatorun Qafqaz nümayəndəsi General Paskeviçlə görüşü zamanı Paskeviçin əlimizdə olan imperatora yazdığı məktubdan məlum olur ki, o yazır ki, Vedi çuxurunun ağsaqqalı və yaxud Vedi çuxurunun rəisi Aslan Sultan Şadlinski ilə görüşdüm və o Vedi çuxurunda olan 2-3 erməni kəndinin qırğından saxlanması üçün xahiş etdim və onun əvəzində mən dedim ki, burada olan Azərbaycanlı kəndlərinə dəyməyəcək. Aslan Sultanın Hüseyin Sultan və Kəlbalı Sultan adlı, bir də Niftalı Sultan adlı 2-3 evladı olub. Bu evladlardan Hüseyin Sultanın Bəşir bəy adlı, Kəlbəli Sultanın Xanbaba bəy adlı evladları dünyaya gəlib. Bəşir bəyin Məşərəf xanım, Şirin xanım, Heydər bəy, Abbasqulu bəy, Nəsrullah bəy və İbo bəy adlı evladları dünyaya gəlib. Xanbaba bəyin də Fərəc bəy, Bəhlul bəy, Abbasqulu bəy, Abbasqulu bəy Şadlinski buradan gedir. Abdullah bəy və Əşrəf bəy adlı evladları dünyaya gəlib. Bəşir bəyin evladlarından olan deməli Heydər bəyin oğlu Bilas, o dövrün adından desəm bəydir, onun da evladı mənəm. Vaqif Şadlinski 1968-ci ildə tibb institutunu fərqlənmə diplomu ilə bitirib. Kafedra müdiri, prorektor vəzifələrinə qədər pillə-pillə, zəhmətlə yoğrulmuş bir ömür yolu keçib. Və bu ömrün Azərbaycan təbiətinə, Azərbaycan tibb elminə bəxş elədiyi elmə əsərlərin siyahısı çoxlarının qebt elədiyi qədər zəngin və məzmunludur. Xaricdə və Azərbaycanda dərc olunmuş 163 elmi əsər, 6 dərslik, bir orijinal anatomiya atlası, 10 dərs vəsaiti hələ siyahını tam əks elətdirmir. Görkəmli alimin elmi məqalələri 40 ölkədə çap olunub, ona şöhrət gətirib. Özü dəfələrlə Çin, İran, Türkiyə, Yaponiyada və digər ölkələrdə çox mötəbər elmi məclislərdə Azərbaycan elmini ləyaqətlə təmsil edib. Şübhəsiz, bütün bunların arxasında
alimin büyük elmi potensialı, zəhmətsevərliyi ve elmi ictimaiyyətdə özünü təsdiqləməsi durur. Bugün tam cesaretle demək olar ki, Vagif Şadlinski çalıştığı sahədə artıq öz məktəbini, öz dəsti xəttini yaradanlardan ve diktə eləyənlərdən biridir. 1997-99-cu illərdə bilavasitə onun rəhbərliyi ilə müəlliflər qrupu insan anatomiyası dərsliklərini yenidən işləyərək əlavə və ixtisarlarla dərc etdirmişdir. Diqqəti çəkən odur ki, çox böyük ehtiram və qədir bilənliklə mərhum Kamil Balakişiyevin adı müəlliflər heyətində saxlanmışdır. Azərbaycan tibb tarixində ilk dəfə olaraq anatomiya atlasının yaranması da Vagif Şadlinskinin adı ilə bağlıdır. Onun haqqında akademik Böyük Kişi Ağayev yazır. Bugün Azərbaycan Tibb Universitetinin kollektivi fəxrlə qeyd edə bilər ki, onun rəhbərlik etdiyi insan anatomiyası kafedrası dünya tibb institutları arasında zənginliyi, səliqəsi ilə analogu olmayan bir kafedradır. Hamı yaxşı bilir ki, bu ancaq Vagif Şadlinskinin sənətinə, tibb elminə olan münasibətinin, gərgin axtarışlarının nəticəsində və işinə tələbkar münasibəti ilə əldə edilib. Vagif müəllimin yazdığı monografiyalar və elmi məqalələr yüksək elmi xüsusiyyətləri ilə seçilir. İnanıram ki, Azərbaycan tibb elminin inkişafı Vagifin timsalında daha da böyük uğurlar qazanacaq. Mütəxəssislər Vagif müəllimin başçılıq etdiyi insan anatomiyası kafedrasını Tibb Universiteti daxilində institut da adlandırırlar. Bu sözlərdə böyük həqiqət var. Vagif müəllimin xasiyyətidir. Ala babatlığı, ortabablığı xoşlamır. Daim son həddə, ən yüksək göstəriciyə can atır. Profesör Vagif Şadlinski Respublikamızın hüdudlarını çoxdan aşan alimdir. Samballı tədqiqatçı kimi onlarla ölkədə yaradıcılıq ezamiyyətində olub, bir çox mütəbər beynəlxalq elmi məclislərdə maraqlı məruzələrlə çıxış edib. Rusiya Tibb Elmlər Akademiyasının akademiki Dedovun, Gürcistan Elmlər Akademiyasının həqiqi üzrü Cevahashvilinin, Rusiyanın əməkdar elm xadimi akademik Aftandilovun, professorlar Belyaninin, Skripkikovun və onlarla bu səviyyəli elm adamlarının həmyerlimizin elmi araşdırmalarına verdikləri qiymətlə tanış olanda ürəyin qürur və iftixarla dolur. UNESCO'nun Kadrlar Akademiyasının anatomiya professoru, New York Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Qara dəniz ətrafı, Baltik yanı və Dunay ətrafı ölkələrin anatomiya və patologiya cəmiyyətləri idarə heyətinin üzvü, Rusiya Beynəlxalq Anatomlar Assosiasiyası Koordinasiya Şurasının üzvü, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, Azərbaycan Ziyalılar Cəmiyyətinin vitse-prezidenti və fəxri doktoru, Hacı Zeynalabdin Tağıyev və Yusif Məmmədəliyev mükafatları laureatı, əməkdar həkim Vagif Şadlinski. Bütün bu adlar və titullar Vagif müəllimin görkəmli alim, dəyərli insan, əsl ziyalı kimi respublikamızda və xaricdə necə böyük hörmət, nüfuz qazandığını çox dolğun əks elətdirir. Lakin Vagif müəllimi yaxından tanıyanlar yaxşı bilirlər ki, onun heç bir ad çərçivəsinə, rütbə normasına sığmayan xüsusiyyətləri daha çoxdur. Bu, mənəviyyatla, insani keyfiyyətlərlə, vətəndaşlıq duyğuları ilə köklənən xüsusiyyətlərdir. Elm, ədəb və davranış qaydalarında, işlə münasibətdə, ümumi mənafi, elmin və təhsilin təsibi olan hər yerdə bir mənalı şəkildə sərt, tələbkar, güzəşsizdir. Bunu hamı bilir və hamı da hesablaşır. Akademik Adilə Namazova deyir, Vagif Şadlinski gözəl insan
və əsl mənada sözünün üstündə duran kişidir. Özü də obyektliyi sevən, sözü bütöv, haqq işi üçün hər şeydən keçməyi bacaran şəxsiyyətdir. Əfsus ki, belə adamlar indi aramızda çox azdır. Onun təşkilatçılığına söz ola bilməz. Anatomiya kafedrasında apardığı işlər əvəz olunmazdır. Dünya dağıla, haqqı nahağın ayağına verməz. Ədalət olan yerdə onun üçün başqa bir etalon yoxdur. Dostları, tanışları onun məziyyətlərini həmişə yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, haqqında söz açanların söhbətlərində də bu vəhdət, bu paralellik həmişə özünü göstərir. Dostu, Həkim Pənah Əliyev, Vaqif müəllim haqqında səmimi ürək sözlərini bildirirlər. Elin fəxrini qazanan kökün üzərində Vaqif dünyaya gəlib. Vaqifgilin ocağı, Vaqifgilin nəsili Edibasarda o nəsilin hamı fəxr edir. Abbasqulu bəy nəsili. Bilasən, atası Bilasən, Şadinskinin necə deyim, yaxın silahdaşı olub. Oradan gələn cəmaat hamısı bilir, Bilasəmi bugünkü ziyanlıların bünövrəsini Qərb Azərbaycanda qoymuşdu. Bilasəmin övladlarının, mən bir dəfə demişəm, övladlarının içərisində o da talih yazısıdır. Vaqif bugünləri Azərbaycan xalqının fəxridir. Ömrünün yarıdan çoxunu tip kadrların hazırlanmasına sərf edən böyük alim, gözəl insan, səmimi dost, qayğıkeş müəllim Vaqif Şadlinskiyə bütün Tibb Universitetinin müəllim tələbə heyəti yubileyi ərəfəsində xoş arzularını yetirməyə hazırdır. İlk öncə uzun illər onunla çiyin-çiyinə işləyən, yol yoldaşı olan tibb elmləri namizədi Dostent Şöhrət Qasımovun dediklərini işlək. Beyxan xanım, mən Vaqif Şadlinskini 1966-cı ildən, yəni tələbəli illərdən tanıyıram və tələbəli illərindən onun prinsipallığı, onun əməksevərliyi, onun insanlara olan münasibəti, onun bir növ həyata böyük bir göz açıqlıqla baxması həmişə mən ona bağlayıb. İllər İnsan Anatomiyası kafedrasına rəhbərlik edən bizim görkəmli professorumuz Rafiq Əskərov kafedranı Vaqif Şadlinskiyə verəndə tərəddüd etməmişdi. İndi də onunla çiyin-çiyinə işləyən hörmətli professorumuzu işlək. Bu kafedranı Vaqif Şadlinski təhvil verəndə biraz şübhələnirdim. Bu Vaqif müəllim bu kafedranı qaldıra biləcək və qabağa gedəcək ya yox. İndi mən böyük məsuliyyətlə deyirəm ki, mən çox şadam ki, o vaxt mən səhv eləməyib bu kafedranı təhvil vermiş. Vaqif müəllim narahat alimdir. Bu narahatlıq həmişə onunla olacaq. Yeni ideyalara, yeni əməllərə çağıracaq. Daha böyük, daha samballı uğurlara, daha ülvi el məhəbbətinə çatdıracaq. Xalqının layiqli oğlu olan Vaqif müəllimin elə niskili var ki, onu əsrlər, eralarda unuttura bilməz. Mirzə Fətəli Axundov yazır, siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi olasınız. Həmişə ürəyindən mərdlik, xeyrxahlıq, səmimiyyət, məhəbbət gəzdirən bir alimin qeyrətli vətən oğlunun qəlbindən neçə illərdir ki, ağır daş kimi Göyşənin, Dərəl-Əzin, Vedinin, Zəngəzurun, itirilən bütün Azərbaycan torpaqlarının dərdi asılıb. Hər insan ömrü bir kitabdır deyirlər. O mənada Vaqif Şadlinskinin həyat yolunu bir epopeyaya bənzətmək olar. O çətinliklər insanı inkişaf etmək üçün bir məktəb. O qətiyyətlidir, fədəkardır, axıra qədər gedəndir, çəkinmədi, axıra qədər getdi, müdafiə elədi, hörmətli adam oldu. Ümumiyyətlə, elin obanın içərisində Vaqif çox nüfuzlu adamdır. Elə biz ki, Abbasqulu bəyin o yerində Vaqif dayanıbdır o nəsildən. Mənim
müdürüm rəhmətli Kamil Balakişiyev çox kamil bir insan idi. Hər tərəfli kamil bir insan idi. Mədəniyyət cəhətində, savad, bilik cəhətində. O meyit öyrənmək üçün, yəni insan bədəninin quruluşunu öyrənmək üçün meyidi yarırsan, dərisini soyursan, əzəllərə baxırsan, damarlara baxırsan. Hərdən mən onun yanına təzə işə gələndə işləyirdik meyid üzərində. O vaxtda qorxulu illər idi. Allahın yəni, savadlı adam, qabil adam, professor, əməkdar elm xadimədir, Balakişiyev deyə bilməzdi ki, Allah var. Biz işləyirdik zirzəmidə, meyid üzərində deyirdik ki, bunu dərindən öyrəndə Allahın olmamağına şübhə yaranır insanda. Təsəvvür edirsiniz? Allahın olmamağına şübhə yaranır. Yəni Allah var. Allah bu insan bədəninin quruluşunu ya Allah mı, ya kimsə bir ilahi qüvvə yaradıb. Əgər ilahi qüvvə yaradıbsa, o ilahi qüvvənin o insana talih bəxtə verməyi var. Avtomat gülləsinə tuş gəlmişəm, qolumdan dəyib, bədənimdən dəyməyib. Qalxozda işləyərkən bir 30-40 metr hündürlükdə yerdən maşının bortu sınıb, üstündə yüklü qaradalı o vaxt silos dedi. Onun üstündə mən uçmuşam, ayaq üstə düşmüşəm, yerə bir şey olmayıb. Elə bir kimsə məni arxadan götürüb bir yerə qoyub. Belə bir söhbət var da, alın yazısı. Mən o alın yazısına inanıram. Üniversiteti qutarandan sonra mən evlənmək 28 yaşını keçəndən sonra qərarını vermişəm. Dəlicənə sevməmişəm, bəyənmişəm. Ailəmin göstərdiyi qadından ayrılmışam. Peşman da deyiləm, yəni bu artıq 71-ci ildən günə qədər həyat sürürük, övladlarım var. Ailə həyatımdan narazı deyiləm. O, institutumuzun birinci prorektoru olub, institut işçilərinin həmkarlar komitəsinin sədri olub uzun müddət. İctimai vəzifəsiz Vaqif müəllimi təsəvvür eləmək mümkündür. Alimliyi ilə, müdriklüyü ilə, o fəal ictimai mövqeyi ilə, bunlarla bir yerdə Vaqif müəllim belə deyim ki, çox bütöv bir şəxsiyyətdir. Həm də bəzi insanlar ola bilir deyək ki, bu ya başqa bir sahədə ancaq özünü göstərə bilir, amma Vaqif müəllimin bu çox tərəfliliyi elə bilirəm ki, həm onun özünə, həm onun yetişdiyi nəslə böyük hörmət qazandırır və o Şadlinskilərin hansı enerji ilə gəldiyini və bugün hansı enerji nümayiş elətdirdiklərini göstərir. O Şadlinskilərin ümumiyyətlə ağsaqqalıdır bu öz yerində, həm də eyni zamanda o mənsub olduğu toplumun, cəmiyyətin ağsaqqalıdır. Vaqif əsl mənada elm adamıdır. Onun 20-dən çox kitabı çapdan çıxıbdır. Yüzlərlə məqalələri var. Vaqif yalnız Azərbaycanda tanınmır. O, xaricdə yaxşı tanınır. Onu xarici ölkələrdə yaxşı tanıyırlar. Onun qələminə inanırlar. Onu istedadlı alim, gələcəkli alim hesab eləyirlər. Ona görə də Vaqifin xarici ölkələrdə də böyük nüfuzu, böyük hörməti vardır. Çoxlu dərslikləri var, dərs vəsaitləri var. O, kafedra müdürü olduğu kafedranı, Balakişiyevin kafedrasını əsl mənada düzəldibdir. Elə bil ki, böyük bir muzeydir. Professor Vaqif Şadlinski demək, pedaqoji fəaliyyətlə uzun müddətdir məşğuldur və onun pedaqoji fəaliyyəti çox müvəffəqiyyətlə bugün də davam edir. Tələbələrə dərin məzmunlu mühazirələr oxuyur, praktik dərslər aparır. Özü bu sahədə bir neçə kitabların müəllifidir. Çünki Azərbaycan dilində tələbələrə dərs keçmək üçün mütləq ədəbiyyat tələb olunur ki, bunları da gərək kafedra müdürləri, kafedranın müəllimləri hazırlasınlar. Bu sahədə Vaqif müəllim çox böyük işlər görmüşdür. Vaqif Şadlinski Tibb Universitetində demək olar ki, elm sahəsində, qadırların yetişdirilməsi sahəsində deyərdim ki, birinci yerdə durur. Onun
350-dən yuxarı elmi əsərinin müəllifidir. 11 tibb elmlər namizədinin elmi rəhbəri olub. 6 tibb elmlər doktorunun məsləhətçisi olub. Vaqif Azərbaycan dilində anatomiya atlası təşkil elədi. Respublikalar arasında ilk anatomik atlasdır. Çox gözəl bir atlasdır və tələbələr bu atlasdan geniş şəkildə istifadə eləyir. Sonra nisbətən köhnəlmiş anatomiya kitabının təkrar hazırladılar. O Rusiyanın Tibb Elmlər Akademiyasının akademikidir. Türkiyənin, Amerikanın və başqa böyük dövlətlərin də Elmlər Akademiyasının, elmi şurasının, elminin üzüdür. Mən onunla həmişə fəxr eləyirəm və deyərdim ki, elə mənim o biri tələbələrim də buna oxşuyardı. Birləşmiş Ştatlardan tutmuş, yəni New York, Washington şəhərində və elmi kongreslərdə iştirak eləmişəm, İspaniyada olmuşam, İsraildə olmuşam. Yəni Avropanın ən məşhur ölkələrindən olan Berlin şəhərinin özündə 19-cu Ümumi Avropa Konqresində çıxış eləmişəm. Mənim elmi məqalələrim deməli dünyanın 40 ölkəsində çap olunubdur. Gözəl, alim, tədqiqatçıdır. Dərs prosesini, təhsili həm dərindən bilən, həm də sevən adamdır. Onun işlədiyi kafedrada, anatomiya kafedrasında nə qədər yeniliklər baş verib. Ölülərin bir məktubu var deyirlər. Oradan qısaca bir şey deyim. O ölülər, meyitxanada olan ölülər ki, tələbələr onları öyrənir. Onlara deyirlər ki, baxın, bizə doyunca baxın. Nə qədər baxsanız tanımayacaqsınız. Biz indi nə ölüyük, nə dirik. Dirikən öyrənirik, ölükən öyrədirik. Tələbə, mən bilirəm ki, lazımi səviyyə qədər o elmi öyrənməyibsə, o onu buraxan deyil. Bu da düz eləyir. Ona görə ki, bizi oxuyan vaxtdan öyrədiblər ki, təbabətin sütunu anatomiyadır. Cərrahiyyə elmi, belə bir ifadə var, anatomiya teatrından keçir. Ancaq mən deyərdim ki, bütün təbabət anatomiyadan keçir. Bu anatomiyanı bilmirsə, o təbabətə addımlaya bilmir. 40-50 il iş dövründə, 70 illik həyatım dövründə bir amalım var ki, yaxşını yamana vermək olmaz. Bunu fəlsəfə də tələb eləyir, bunu elmdə tələb eləyir, bunu ata-analarımız da tələb eləyir, biz də övladlarımızdan tələb edirik. Yəni, çalışmaq lazımdır ki, düzgün olasan, halal dolanmağa bacarasan, yaxşı tərbiyə verəsən, bir də vətənini sevəsən. Bunların hamısını birləşdirsən, deməli insansan, özü də idraklı insan.